İmanın gözəlliyi, iman nədən başlanır və hara gedir, çıxır? İman başlanır, Peyğəmbərin xəbərlərini, gətirdiyi xəbəri eşitməkdən, iman eşitməkdən başlanır. Eşidirsən. Çünki Peyğəmbər elə xəbərlər gətirir ki, o xəbəri eşitmək də gözəldir. Xəbərin o elə həqiqətlərdən danışır ki, onun xəbəri də gözəldir. Xəbərlərin özü də gözəldir. Az xəbər deyil ha, Allah var, ölüm yoxdur, aləmin padşahı var xəbərlərdir. Azdır, bu xəbər insanı məst eləyir. Məst eləyən xəbərdir. Sədidən iki misra deyim. Görüm tərcümə eləyə bilib, izah eləyə bilsəm, yaxşı olardı. İrfan şairlərdir də bunlar. Deyir ki, mən xod-ey saqi, əzin şov ki, darəm məstəm. Saqiyə müraciət edir. Saqi kimə deyirlər? Şərab verənə, şərab paylayana saqi deyirlər. Amma irfani şeirlərdə şərab o şərabdan deyil. Onsuz da mənim adım şeydir, bir dəfə dedi ki, gömrükdən keçirdiyi bir nəfər dedi ki, səndən xoşumuz gəlir, sən biz içki içənlərin tərəfindəsən. Dedim, nə? Dedi ki, demirsən ki, ibadət eləyib özündən razı olmaqdansa içki içib özünü qınamaq daha yaxşıdır. Dedim, demirəm, içki halaldır. İçki halal deyil, içki haram deyil, elan eləyirəm buradan. Amma ki, deyirəm, yəni, içki içib, günah eləyib, özünü qınayan bir gün düzələr inşallah. Amma ibadət eləyib özündən razı olan azma ehtimalı çoxdur. Bu da şeirlər irfani qəzəldir. Deyir, ey saqi, mən xod ey saqi, əzin şov ki, darəm məstəm. Deyir ki, bu şövq ki, məndə var, mən o şövqdən məst olmuşam, saqiyə deyir. İçməmiş sərxoşam. Bu şövq nəyin şövqdir insanın daxilində? Əvvəla sual verirəm, fəlsəfi sualdır. İnsan özündə şövq yaradır, fəlsəfi baxımdan bu qeyri-mümkündür. Bir şey ki, məndə yoxdur, mən onu yarada bilmərəm. Fəlsəfə deyir ki, bir şey yoxluqdan var etmək yoxdur. Yoxluqdan, şövq məndə yoxdursa, mən onu xəlq edə bilmərəm. Yoxu var edə bilmərəm. Bu fəlsəfi qaydadır. Deməli, mən şövqlə doğulmuşam artıq. Sədinin dərinliyinə bax. Bunlar elə belə sözlər deyil. Mən şövqlə doğulmuşam artıq. Şövqlə doğulmuşam. Yaradılışdan bu şövq məndəndir. Nəyin şövqidir? Sən ki, ruhun əhd aləmində, ələstu bi rabbikum qalu bəla. Soruşur Allah, Rəbbiniz mənəm, mən deyiləmmi deyirlər, bəli. Bax, mən bunun məstiyindəyəm. Mən bunun məstiyindəyəm. Bu xəbər məni məst eləyib. Ki, mənim Rəbbim var, məni yaradan var, mən həmişəliyəm. Bu məni məst eləyib. Ondan sonra deyir ki, Tobə yek cür ey digər bebəri əz dəstəm. Deyir, bir dənə də sən mənim qədəhimə bir qurtum da töksün. Onsuz da məst idim, bundan da nuş eləsəm, daha ayaqdan düşəcəm heç nə. Heç nə. Yəni, mən artıq varam deyə məstəm və sən mənə lütf eləsən, yenə də məhəbbət göstərsin, daha heç nə. Bu, huşyarlıq məstiyidir. Bir var adam içir, uzanır orada, ağlını itirir, daşla onun fərqi yoxdur. Bir də var ki, ağlı o qədər açılır, ağlın, zəkanın məstiyi başqa məstiyi olur. Bu başqa cür xumarlandırır. Bundan danışır. Yəni, sən mənə məhəbbət göstərdikcə mən tamam əriyib, yox olacam. Peyğəmbərlərin gətirdiyi xəbəri eşitmək özü böyük bir zövqdür. Hani nəbəil azim, böyük xəbər gətirir Peyğəmbər. Əbədiyyət xəbəri, qiyamət xəbəri. Bu xəbəri insanlar ləzzətini dadsa bütün şərabxanalar bağlanar, bütün barlar bağlanar. İnsan o şeylərlə əyləncə axtarmaz. Ləzzətə ehtiyacı olmaz o cür ləzzətlərə. Çünki bu xəbər özü çox ləzzətli xəbərdir. Çox ləzzətlidir, çox xoş bir xəbərdir. İnsanın ehtiyacı qalmaz başqa şeylərə.
Çox şad xəbər gətirib insana. İza vəqətil vəqiə, qiyamətin olacağı, qopacağı zaman, sonra bir sözünə qətiyyətlə deyir, leysə li vəqiətihə kəzibə, onun baş verəcəyinə heç bir şübhə yoxdur. Heç kəs onu dana bilməz. Varlığı inkar edilə bilməz. Baharı misal çəkir Allah. Deyir, görürsünüz, ağaclar quruyur, biz yağış yağdırırıq və baharda, yazda dirildirik, görürsünüz. Qiyamətin dirilməyi də belədir. Qiyamət baharı var. Bu az xəbərlər deyil, valla. Bunu eşitmək belə ləzzət eləyir. Bunu eşitmək ləzzət eləyir. Bu hələ xəbəridir, belə ləzzətlidir. Əvvəl eşitməkdir. Eşitmək də böyükdür, çoxu eşitmir. Peyğəmbər deyir, eşitmir. Eşitmir, qulağı eşitmir. Çox səslər var, eşitmir. Eşitmək özü bir işdir. Birinci mərhələsidir imanın və ləzzətli mərhələsidir. Rabbena innena sami'na munadiyen yunadi lil iman. Rəbbimiz, ey bizim Allahımız, biz carçının səsini eşitdik ki, bizi imana çağırır. Ən aminu bi rabbikum. Bu dəvətin mahiyyəti budur ki, Rəbbinizə iman gətirin. Fə amənna və iman gətirdik. Eşidib iman gətirdik. Eşitdik, iman gətirdik. Sami'na və əta'na. Eşitdik və tabi olduq, itayət elədik. Xəbəri möhtəşəmdir. Allah xəbəri gətirib, Peyğəmbər. Məst eləyir adamı. Əbədiyyət xəbəri gətirib. Əllamə Təbətabai deyir, dərsdə dayanırdı, birdən deyirdi ki, fəlsəfi bəhsin içində birdən dayanırdı, deyir, dostlar, xəbəriniz var, biz bir aləmə köçəcəyik, sonra deyir, var olduqca, həstim ki, həstim, həstim ki, həstim, danışdıqca öz də məst olur, deyir, həm olduqca olacaq, dərsin içində deyir, birdən gəlirdi ona o hal. Bu möhtəşəm bir xəbərdir. İman dastanı, iman hekayəsi belə başlanır. Ən möhtəşəm dastan, iman dastanıdır və belə başlanır. Biri vardı, biri yox idi, Allahdan başqa heç nə yox idi. Başlanğıcı belədir. Başlanğıcı belədir. Bununla həyat dastanı başlasa, həyat çox hərarətli olar. Peyğəmbərlərə deyir, get xəbər çatdır. Qul innəmə ənə bəşərun mislukum yuha iləyyə. Deyinən ki, mən də sizin kimi bir insanam, amma mənə vəh gəlir. Ənəmə ilahukum ilahum vahid. Xəbər budur ki, sizin Rəbbiniz tək olan Allahdır, yeganənizdir, tək olan Allahdır. Bununla da bitmir. Fəmən kənə yərcu liqaə Rəbbi. Siz hələ ondan görüşə də biləcəksiniz. Kim deyir, ümid eləyir onunla görüşməyə, fəl-yə'məl əmələn salihən, xeyir işlər görsün. Xeyir işlər görsün. Və lə yüşrik bi ibadəti Rəbbihi əhədə. Və onun ibadətinə heç kəs şərik qoşmasın. Birbaşa ona ibadət eləsin. Bax, bu görüş haqqında bugün icazə verin, danışaq. Bu görüş haqqında danışaq və siz ləzzət alın və ləzzət də sizi vadar eləsin, bizi vadar eləsin. Onun sorağına çıxaq. İman dastanı belə başlanır. Əvvəl xəbəri qulağa çatır. Amma düzgün qulaq açsan, xəbəri belə möhtəşəmdir. Xəbəri belə insanı məst eləyir. Qulağım eşitdi, məst oldum. İndi, bax, bunun üzərində dayanın, xahiş edirəm. İndi görmək istəyirəm, gözümlə görmək istəyirəm. Biz bunun üçün dünyaya gəlmişik ki, Peyğəmbərlərin gətirdiyi xəbəri görək, sonra ölək. Qoy deyəsiniz ki, bu böyük iddiadır, filandır. Valla zaman çatıb ki, artıq da böyük şeylərdən danışaq. Böyük şeylər deyil, əslində, yaradılışın fəlsəfəsidir. Həzrət İbrahim dedi ki, görmək istəyirəm ilahi. Görmək istəyirəm. Allah dedi, məyər inanmamısan? Dedi, liyətməinnə qəlbi. Qəlbimin aram olmaq üçün istəyirəm. Qəlbimin sakit, aram olmaq üçün istəyirəm. Allah da göstərdi. Mən Qurandan danışıram sizə. Və kəzalikə nuri İbrahimə mələkutəs səmavat vəl-ərz. Biz İbrahimə göylərin və yerin pərdə arxasını göstərdi, qeybi göstərdi və liyəkunə minəl muqinin ki, o yəqin əhlindən olsun. Yəqin nə deyən, gözü ilə görsün. Və'bud Rabbəkə hətta yətiyəkəl yəqin. Quran deyir ki, o qədər bəndə ol ki, axır ki, pərdəni çəksin, görüşəsən Allahla.
Biz bu görüş üçün yaranmışıq. Qiyamətdə yox ha, dünyada. Dünyada görüşək. Bunun üçün gəlmişik. Eşitmisən, dayanmayasan. Deyəsən ki, Allah ki deyirlər, mələklər deyirlər, axirət. Görmək istəyirəm mən onu. Mən yaradanımı görmək istəyirəm, haqqımdır mənim. O da deyir, bərəkəllah. Gəl göstərim sənə. Yolu nədir? Bu içimizdə olan bu lənətə gəlmiş təkəbbürü ayağımızın altında o qədər əzək çəkilsin, axır bu hicab görüş baş tutsun. Görüş baş tutsun. Pərdələr çəkilsin, göstərsin özünü. Allah qeybdən səsi gəlir, o aləmdən danışır ki, tamah salsın ürəyimizə. Bu tamahkarlıq yaxşı tamahkarlıqdır. Allah deyir, dəyərsiz şeylərə tamah salma, amma mənə tamah sal. Yaxşı tamahdır bu. Ləzzət almağa başlayaq. Ləzzətlə yaşayaq. Allah mənə bəndəm desin ki, aləmə sultanlıq eləyə bilim. O ki, birinə bəndəm dedi və səlam, o aləmin padişahına çevrilir, onun bəndələri. Dinin əsası Allah axtarmaq dərdidir. Bu dərdlə yola düşəsən. Səni görmək istəyirəm. Bu od sənin ürəyivə düşsün. Mən sual verirəm, ibadət elədiyinizi görmək istəmirsiniz. Nə qədər fərqdə arxasında qalsın sizin üçün, mənim üçün, bizim üçün. Eşitmə yazdı. Eşitmə yazdı bilsin niyə görə? Çünki görənlər danışa bilmir. Görənlər danışa bilmir. Yadda saxlayın, deyilməyən sözlər deyilən sözlərdən daha əhəmiyyətlidir. O sözlər ki, deyilməyib, deyilə bilmir. Əhəmiyyətli onlar, deyilənlər az əhəmiyyətlidir. Mən fikir vermişəm arif adamlara, çox az danışarlar, özdə sadə danışarlar. Fikir vermişsiniz? Gəlirlər danışmağa, sadə danışarlar. İki səbəbdən danışarlar sadə. Bir, sirri hər adamın yanında açmazlar. Çünki ləyaqətsiz adama böyük sözlər danışmazlar. İşarə eləyib keçərlər. Hər yerdə oturub dır, irfandan danışsın, belə görməzsən. İkincisi də dilə gəlmir axı danışsın. Dilə gəlmir. Danışmaq olmur. Sözün o gücü yoxdur ki, o həqiqətləri ifadə eləsin. O aləmlərdə gördüyünü vəsf eləsin. O hüzuri elmdir. Fəlsəfi dillə desək, hüzuri elm dilə gəldi, olur hüsuli elm. O artıq hüsuli hasil olunan elmdir. Və o dərdə dərman eləyə bilmir. Kəlmələr qəlibdir. Məhdudlaşdırır həqiqəti. Kəlmə heç vaxt həqiqəti olduğu kimi bəyan eləyə bilməz. Meyracdan danışır, mənə ləzzət eləyən ayələrdən biridir. Deyir ki, əvha ilə abdihi ma əvha. Deyir, apardıq meyraca Allah. Bəndəsinə vəhy elədiyini elədi. Və sözə, yəni, demək olmaz nələr danışdılar. Sən soruşma. Deyir, danışdıq, nə danışdıq, özümüz bilirik, ikimiz. Peyğəmbər bilir, mən bilirəm. Əvha ilə abdihi ma əvha. Hədisin əzəmətinə bax, hədisi qudsidir. Əl-insan sirri və ənə sirruh. İnsan mənim sirrimdir və mən onun sirriyəm. Biz birbirimizin sirriyik. Bu sirri bir aləmdir. Həqiqətlər deyilənlər deyil, gizli saxlanılanlardır həqiqətlər. O mənada yox ki, deyilənlər yalandır, xeyr. Deyilənlər həqiqətin şöləsidir. Həqiqət ifadə olunan deyil. Görünənlər dilə gələn deyil, danışılan deyil. Allah o aləmə qədəm qoyan kimi o qədər əzəmət göstərir ki, dil lal olur. Deyirsən, nə danışım? Heyranlıqda baxırsan ancaq. Səfər eləyək oralara. Oralara səfər eləməyə gəlmişik. Allah çağırır bizi, hərəkətə çağırır. Dünyadaykən elə aləmə köçək gedək ki, bu dünya gözümüzdə kiçilsin. Əzuməl xaliqu fi ənfusihim və səğurə mədunəhu fi ə'yunihim. Allah deyir, qəlblərində əzəmətlə zuhur eləyib və ondan başqa hər şey gözlərində kiçilib. Sizə fəda olum hər birinizə, təəccüblü deyir, aləmlər var, Peyğəmbər deyir, pərdə arxasında.
O aləmləri görməyə gəlmişik, amma ilişib qalırıq. Ancaq öləndə bəsirətimiz açılır. Hünər budur ki, dünya qəlbinin içində gözün açılsın. Biz onun üçün bu dünyaya gəlmişik. Məndən ona səfər etmək, özündən çıx ona tərəf yollan. Əsfar dilləri, ariflərin əsəri. Əsfar səfərlər deməkdir. Əsfar budur, səfər etmək. Və mən yəxrucu ən beytihi muhacirən ilallah. Hicrət ayəsidir bu. Kim deyir, evindən çıxsa Allaha doğru hicrət eləsə. Zahiri Məkkədən Mədinəyə hicrətdir. Amma ayənin batini var. Evindən çıxsa, yəni mən evindən çıxıb Allaha tərəf getsə. Hicrət budur, əsl hicrət. Mən evindən, mən mənzilindən xaric olub Allaha tərəf getsə, ona üst tutmaq nəzərdə tutulur. Bu vəhşət evi olan dünyadan qopa bilmirik, Allaha tərəf gedək. Bu dünya valla qorxulu yerdir. Hər anı bir hadisədir. Hər anı bir hadisədir. Mənim əleyhimədir hər şey. Zaman mənim əleyhimədir, məkan mənim əleyhimədir. Hər an köhnəlirəm, qocalıram, əldən düşürəm, oram ağrıyır, buram ağrıyır. Hər dəqiqə bir hadisə gözlənilir. Sabah bir xəstəlik xəbər eşidirsən. Birdən-birə deyirlər, filan kəs filan xəstəlikdən tutdu. Bir il çəkmir, dünyadan köçdü. Bax, belə bir vəhşət evidir bura. Əmin-amanlığı yoxdur buranın. Yoxdur, zatında yoxdur. Bəs qalxaq gedək elə bir yerə ki, əmin-amanlıq oradadır. Və mən dəxələhu kənə aminən. Kim deyir, ora daxil oldu, əmin-amanlıqdadır. Kim ora daxil oldu, aramdır, əmin-amanlıqdadır. Biz bu səfər üçün doğulmuşuq. Biz bu səfər üçün doğulmuşuq. Həcc Allahın görüşüdür. Həccə çağırır adamı. Zahiri bəli, gedib Kəbəni ziyarət edib başına dolanırsan. Amma həqiqəti onu görməkdir, onu görməyə gedirsən. Amma neçə dənə hacı onu görür? Yox, üzr istəyirəm, qabaqlar dəvə ilə, atla, uzunqulaqla gedərdilər. Kişilərin bir misalı var, deyir ki, uzunqulaq 100 dəfə də həccə getsə, uzunqulaqdır ki, uzunqulaqdır. Uzunqulaq nəsə dəyişir, mərifəti artır. Bizim həccimiz də belə olsun, Allah eləməsin də bizdən uzaq. Bütün zəvvarlardan uzaq, elə həcc ərəfəsində danışıram. Allah görüşünə getməlisən, sən evindən çıx, get görüş, o görüşü simvolizə eləyən bir səfərdir. Allah hər dilinlə bizlə danışır ki, sizi səfər etmək üçün yaratmışam. Onlar rəmzlərdir qoymuşam, yəni çıx mən evindən, get, gəl mənə tərəf, gəl görüşək, dünyada görüşək, bu görüşü təşkil eləyim. Bu nədən başlanır? İlk addımı tələbdir, istəkdir. İlk addımı istəkdir. Şükür cəmiyyətimizdə bu istək yaranıb. Bu mənə sevindirir. Mənə şəxsən sevindirir. Gəlib mənə deyir, cavan oğlandır, deyir, necə eləyim? Deyirəm, nə yaxşı insandır bu. Dünyanın bu həngaməsində ki, bu qədər yayındırırlar, bu bunun dərdindədir ki, mən necə eləyim, düzəliyim. Necə eləyim, mənə bir yol göstər. Düzdür, düz ünvana gəlmir, mən nəsə də o misal çəkməyim, bəziləri inciyər. Dərman olsaydı özümə dərman eləyərdim. Amma bu tələb cəmiyyətdə yaranıb. Bu çox qiymətli sualdır, necə eləyim, nədən başlayayım, neyniyim? Bu səfərdə birinci vadi tələbdir, istəkdir, arzudur. İstəsən hərəkət başlayacaq, mütləq başlayacaq. Hərəkət də başladı, yol açılacaq. Vəllezine cahedu fina lenəhdiyennəhum subulana. Söz verib. Kim bizim yolumuzda çalışsa, qapıları açacaq, yolları açacaq onun üçün. Kim istəsə bilsin ki, çatacaq. Bir dənə sizə qayda deyim, istəyirsənsə bir şey, deməli qabiliyyətin var ki, istəyirsən. Deməli istedadın var, bacarığın var. Deyirsən, mən istəyirəm Allahı görüm, deməli bacarığın var. Bu istək sənin ürəyində bacarıqdan xəbər verir. İçindəki Allahsızlıq dərdi, bunu hiss elə, dərman eləyəcəklər. Biz bunun üçün yaşayırıq. Nə üçün yaşayırıq? Biri ölmüşdü, Molla Nəsrəddindən soruşdular ki, bunun ölüm səbəbi nə idi? Dedi ki, yaşamaq səbəbi bilinirdi ki, ölüm səbəbi bilinirdi. Bilinirdi ki, nə üçün yaşayır, nə üçün öldü. Deyək ki, ölüm səbəbi də filan idi. Niyə yaşayırsan sualına, ağıllı cavabımız yoxdursa, mən öz ünvanıma deyirəm, başqa canlılardan mənim fərqim yoxdur. Ağıllı cavab olmalıdır. Mən insanam. Soruşsalar, sən kimsən, demə mən filan kəsəm. Deyirəm, mən talibəm, talibi eşq.
eşq talibiyəm, eşqin tələb eləyəniyəm. Yəni, mən Allahın arzusundayam. İstəyirəm biləm ki, kim yaradı və mən nə qədər pərdə arxasından danışacaq? Razısınız? Nə qədər o qalacaq gizlində elə səs? Mən istəyirəm onunla görüşüb. Bir dənə Allah deyir ki, Peyğəmbər əhl-i beyt deyir ki, bir mərd adamlar yoxdur, çıxsın, gəlsin, bunu istəsin. Nəyə yapışıb qalmışsınız? Kim istədi, göstərmədilər. Kim istədi? Çağırdı İmam Hüseyn Kərbəla şəhidləri çıxdı neçə nəfər. Qalanları nə qazandı güya? Nə əldə elədilər? Görüm onu, mən yaradandan tanış olmaq istəyirəm. Prinsipial olaraq tanış olmaq istəyirəm. Bu prinsip yaxşı prinsipdir. Bu insana həyat verir, elm verir, enerji verir. Bu adamı əxlaqa dəvət eləmək lazım deyil. Allah yolunun yolcusuna desin, yalan danışma. Bu yola başladınsa paklanma başlayır artıq, təmizlənmə başlayır. Bu arzu adamı pak eləyir. Allah axtaran yola çıxdısa paklanır artıq. Yol getdikcə özü təmizlənir. Və çalışın belə adamların dalıca gedin, tapa bilsəz əgər. Yoxsa bazar açıb özünə tərəfdar toplayanların yanında olmayın. Adam ki, mürid axtarır özünə. O gədadır. Tərəfdarlarından eşq dilənir. Adam yığır başına ki, əlini öpən çox olsun, təzim eləyən çox olsun. Dilənçidir o, dilənçi. Dilənçinin dalca getməzlər. O dilənçi adamdır. Yola düş, düz adamların yanında ol. O adam ki, səni harasa aparıb çatdıra biləcək və yola düşəndən sonra səhv eləsən bağışlayacaqlar. Tez bağışlayacaqlar. İmama dedi ki, içki içirlər yolda. İmam nə dedi ki, şükür Allah, İmam Rızanın da mövludu gəlir. Dedi, şükür Allah'a bizim tərəfdarlarımız yoldadılar. Görün, hara apardı söhbət. Dedi, yolun qırağında şərab içirlər. Dedi, şükür Allah'a yoldadılar. Yəni, yoldadılar. Yoldadırsa adam bir gün tərk edəcək. Bağışlanacaq. Eşq yolunda olsun, yıxılsan qaldıracaqlar. Eşq yolunda olsun, hər nə istəsələr verirsən, can, mal, rahat verirsən. Öldürsələr də şəhidsən, öldürməsələr də. Canı əlvə gətirib təqdim eləmişsənsə, indi güllə dəymədi də, hər gün bir müharibə olmalıdır, sən elə şəhidsən. Əsas o canı təqdim eləmişsən ona. Axırda sözümü yavaş-yavaş yekunlaşdırıram. Biraz mənə bugün 3-4 dəqiqə artıq möhlət verin, bu bəhsi bitirim. Bilirəm, nahar vaxtında bəzi adamlar gəlir, onu nəzərə almağa çalışıram. Bizdə bir qorxu var, bizdə bir sinəyin qorxusu var. Şuuraltı olaraq şeytan bizə təlqin eləyir ki, biz elə bilirik ki, Allaha aşıq olsaq, hər şeyi itirəcəyik. Bu qorxu bizi bədbəxt eləyir. Xeyr, əksinə hər şeyi qazanacaq. Hər şeyi qazanacaq. Ailəmi daha çox sevəcəm, ətrafı daha çox sevəcəm, yeri, göyü, daşı, bitkini, bulağı, çayı, hər şey daha əziz olacaq. Ona aşıq olan, Allaha aşıq olan maksimum həyatdan istifadə edir. Başqaları tüstü udub gedir bu dünyada. Ne dünyadan? Tüstüsünü udur. Dünyadan ən çox bəhrələnən adamlar o bir aləmə tərəf gedənlərdir. Sadə misal deyim də, get sahibinə üz tut. Hər şey sahibi o deyil. Sahibinə üz tut, padnosun qabağında gətirib qoysunlar qabağında. Nə istəyirsən ki? Deyir, mən bunu istəyirəm, onu istəyirəm. Deyirlər ki, ay valla, onu demirsən, get onun sahibinin qapısına, otur onun məclisində, gətirsin, təqdim eləsin. Hər şey onundur da, versin sənə. Hər şey versin sənə. Onun huzurunda keyflə istifadə edəcəksən. Cəmaatı sevəcəksən, onlara xidmət üçün dərs oxuyacaqsan. Deyəcəksən ki, Allahın yaratdığı mənim məşuqumun nişanələridir bunların hamısı. Bunların nə çətinliyi var? Filan, gedim ixtira eləyim, buna xidmət eləyim. Filan sahədə işini asanlaşdırım. İxtiraların kaş ki qaynağı bu sevgi olardı. Bütün ixtiraların. Allaha tərəf gedin, qorxmayın, heç nədən məhrum olmayacaqsınız. Şeytan bizi qorxudur. İnsan həyat yoldaşını daha çox sevir. Çünki onun üçün sıradan bir qadın deyil, Allahın təcəllasıdır. Allahın yaratdığıdır. Allahın təzahürüdür. Meyvə yiyəndə deyirsən Allahın təzahürüdür. Ləzzətin çox olacaq. Elə bilirsən cənnətdə yaşayacaqsan.
Amma adi, müstəqil bir həyat yoldaşı biləndə yalan da danışacaqsan, xəyanət də eləyəcəksən. Hansı həyat daha şirindir və daha ləzzətlidir? Eşqə qərq olan adam ləzzət alır hər şeydən, sevir. Kimlənsə mübarizə də aparır, amma şəxsi kini yoxdur ona qarşı. Şəxsi kini yoxdur. Fironla vuruşur, amma Allah göndərir Harun əleyhissalamla Həzrəti Musa əleyhissalamı, deyir ki, İzhəbə ilə Firon, gedin Firona tərəf. İnnəhu təqa, o tuğyan eləyib. Və qulə ləhu qavlən ləyyinən, onunla şirin danışır, mehriban danışır. Şəxsi ata-baba davası yoxdur heç kəslə. Mübarizə aparmalı da aparır.